Elm və Təhsil Naziri Emin Əmrullayev növbəti dəfə sosial şəbəkələrdə qınaq və biraz da gülüş obyektinə çevrilib. Belə ki, nazirin Bakı İlman Sarayında keçirilən Qazaxıstan universitetlərinin təhsil sərgisi zamanı Qazaxıstanlı uşaqla görüntüləri səmimi video başlığı ilə paylaşılsa da uşağın nazirlə ünsiyyət qurmaq istəməməsi bir mənalı qarşılanmayıb. Videoya yazılan şərhlər arasında təhsil üzrə ekspert Elşən Qafarovun fikirləri diqqət çəkib. Ekspert bildirir. Uşaqlar həssas olur deyirlər. Qazaxıstanlı körpə də başa düşür ki, onun Azərbaycandakı yaşıdlarının gələcək həyatını biznesinə, mənasız təlimlərə və layihələrə xərcləyən biri ilə üzləşib. Elşən Qafarov mediaya açıqlamasında nazir Emin Əmrullayevin ünvanına yazdığı fikirləri belə əsaslandırıb. Məsələ insanın səmimiyyətində deyil, idarəçi təhsil sisteminin başında dayanan şəxs olaraq nə qədər səriştəli və bacarıqlı olmaqdadır. Bugün təhsil ölkə əhalisinin böyük bir hissəsini əhatə edir. Ən azı hər 2 nəfərdən biri ümum təhsillə bağlıdır. Amma bugün təhsilin bütün pillələrində məktəbə qədər ümum təhsil, peşə, orta, ali təhsildə baş verənlər, xaos, tənəzzül bütün vətəndaşlar kimi məni də çox təəssüfləndirir. Səmimi, yaxşı insan olmaq tamamilə başqa anlayışdır. Emin Əmrullayevin şəxsiyyəti ilə işimiz yoxdur. Təhsildə verilən səriştəsiz qərarlar, anlaşılmaz, izahı olmayan təyinatlar, mücərrəd addımlar təbii ki, insanı düşünməyə, danışmağa vadar edir. Emin Əmrullayev hər bir Azərbaycanlı kimi səmimi, çox yaxşı insan ola bilər, amma o, bugün təhsil sisteminin başında dayanır. Təhsildə atdığı addımlar qəbul edilməzdir. Şəkər zavodunun, çay fabrikinin əməkdaşlarını irəli çəkməklə dayanmır, təhsil texnologiyaları mərkəzinə müavin təyin edir. Bu, bütün təhsil proqramlarını, kurikulumları işləyən bir şöbədir, təhsil sisteminin özəyidir. Sokarda təlimçi işləmiş birini bu şöbəyə təyin etmək nə deməkdir? Emin Əmrullayev izahı olmayan təyinatlarına davam edir. Sanki bilərəkdən Azərbaycan təhsilində uyğun olmayan kadrları yerləşdirir. Onun təyinatlarının heç birində funksional vəzifələrdə təhsil adamları yoxdur. Təsəvvür edirsiniz, çıxıb cəmiyyətdə səmimi olsun. Burada nə var ki, bu ayrı şeydir. Elm və Təhsil Naziri kimi ölkənin gələcək taleyini zərbə altına qoyan addımlar atmaq tamamilə başqa şeydir. Xalqa yaxın olmaq üçün xalqa xidmət etmək, Prezident İlham Əliyevin göstərişlərini yerinə yetirmək lazımdır. Emin Əmrullayev vəzifəsinin ötəsindən gəlməlidir. Amma onun atdığı addımlardan görünür ki, nə prezidentin təhsil sahəsində verdiyi tapşırıqları yerinə yetirir, nə də xalqa xidmət edir. Əksinə, hazırda təhsil insanlarında bu qədər narazılıq və sosial gərginlik Emin Əmrullayevin xidmətlərinin nəticəsidir. Ya bilə-bilə, ya da bilməyə-bilməyə. Bu yerdə hörmətli ekspertin fikirlərinə müdaxilə etməyim gəldi. Ekspert elə bilir ki, İlham Əliyev Emin Əmrullayevə təhsil sahəsini düzəltməyi əmr edib. İlham Əliyevi bu sektordakı korrupsiya pulları maraqlandırır. Şübhəsiz bunun üçün də gərəkli adamlarını ora təyin edib. Emin Əmrullayev isə Hacı Madər demişkən elə belə yalandandır. Kimsə bu vəzifədə olmalıdır məntiqi ilə otuzdurulub orada. Hər halda Elşən Qafarovun fikirləri ilə davam edək. Real budur ki, bu insan təhsil sistemini idarə edə bilmir, verdiyi qərarlar təhsil sisteminin daha da məhv olmasına gətirib çıxarır. Nəzarət sistemi, idarə etmə sistemi yoxdur. Hansı argumentlərlə bu təyinatları verir? Emin Əmrullayevin özünün xəbəri varmı ölkə məktəblərində nələr baş verir? Sabah prezident onu işdən azad etdikdən sonra sıravi bir vətəndaş olanda nə qədər səmimi olmaq istəyirsə, nə qədər xalqa yaxın olmaq istəyirsə olsun. Onsuz da üstündə Azərbaycan Respublikasının vətəndaşlığı var. Amma düşünmürəm ki, nazir kimi səmimidir, xalqa xidmət edir. Xalqa xidməti işinin nəticəsindən görünür. Əslində ekspertin dedikləri hələ Emin Əmrullayev barədə tam mənzərəni yaratmır. Azərbaycanda elmin və təhsilin vəziyyəti çox acınacaqlı durumdadır. Bəlkə də belə yaxşıdır. Gələcək nəsillərin çox savadlı olması dövlətə əlavə baş ağrısı gətirə bilər deyə düşünürlər. Nə qədər savadsız olsa, hüquqlarını da bir o qədər az tələb edər. Mən sizə məsələn Şamaxıdan bir-iki fakt deyim, həm də bunu sıradan adamlar demir. Orada təhsil sektorunda işləyənlər, müəllimlər danışır.
Mənə deyilənlərdən belə başa düşdüm ki, Şamaxıda ümumiyyətlə Dağlıq Şirvan regionunda təhsil sektorunu rayon prokuroru Müşfiq Səfərov idarə edir. Onun xalası oğlu regional təhsil idarəsinin rəisidir. Məktəb direktorlarını da ucdan tutma işdən çıxarıb ya elə-belə buraxırlar, ya da yaşadıkları kəndlərdən uzaq məktəblərə təyin edirlər ki, gedin, biz kadr islahatı aparırıq. Direktorlar dəyişib, məktəblərin möhürlərini də dəyişirlər və bunun nəyə görə gərək olduğunu açıq anlaya da bilmədim. Möhür dəyişmək adıyla da kütləvi pul yığılır. Yəni, məktəbin direktoru dəyişibsə, möhür də dəyişməlidirmi? Bəlkə direktoru dəyişəndə məktəb binasını da yenidən tikmək lazımdır. Necə olsa da köhnə direktorun viruslarını daşıyır. Onu da əlavə etdim Emin Əmrullayevin menyusuna ki, oralara yolu düşəndə dilini bilmədiyi Qazaxıstan uşaqları ilə yox, elə Azərbaycanlı uşaqlarla uğraşsın.